Dəli Kürün adını çəkdiniz, Dəli Kür filminin İsmail Şıxlının eyni adlı əsəri əsasında çəkilib bu film. Kitabda deməli sonluq belədir də, Cahandar ağa Qazaxlara qarşı ki, onlar çar hizbi torpaq istəmişdi, nə istəmişdi, bu da deyirdi mən torpaq vermərəm və Qazaxlara qarşı mərdliklə vuruşur, bir igid kimi həlak olur. Həlak olur. Amma kinoda sonluq başqadır. Ailə məişət zəminində Allah yarla vuruşmada həlak olur. Çox zəif bir sonluq olur. Mən həmişə fikirləşirdim ki, Hüseyin Seyidzadə olmasın, bu olmasın və yaxud da Qılman İlkinin Qalada Üsyan eyni adlı əsəri əsasında Yenilməz Batalyon filmini çəkən bir şəxsiyyət, Koroğlunu çəkən bir şəxsiyyət nədən bu filmin belə zəif sonluq bitir? Sonra oxudum ki, başı nələr çəkib bu filmə görə ki, qətiyyən olmaz. Əgər biz dediyimiz kimi sonluq olmasa, filmi ümumiyyətlə ekranlara buraxmayacaq. Yəni, görün nə cür təzadlara, nə cür münasibətə, nə cür qərəzli iddialara məruz qalıb. Bilirsiniz, bu film ekranlara çıxandan sonra onun birinci variantını biz görmüşdük. Nə gözəl. Birinci variantını görmüşdük, çəkilmişdi elə. O variant indi durmur da. Tapdım da o variantı. Ay, nə gözəl. Onu tapdım da, indi göstərirlər televiziyada, burada da göstərirlər onu. Çox gözəl. Mən payladım, bütün televiziyalara diskləri payladım. Həmən o yeri. İndi gəlib çıxacağım mən onun üstünə. Deməli, mən bu ilə görüşdüm. Dedim ona ki, Hüseyin müəllim, gözəl film, özə sonluq, o filmin bütün canı oradadır. Bəli. Torpaqdan pay olmaz. Bəli. O pristav ki, bugün də aktualdır. Yerdə kebabı yiyir. Ona gəlir xəbər çatır ki, Qazaxlar bizi döydülər, biz qovladılar, malqaranı da atdılar çaya. Bu nə ona şey durur, gəlir ora. Gəlir görür pristav ağacın altında uzanıb özü şeyin kefdədir. Deyir, neyiniz burada? Bu Qazaxlar neyinir? Deyir, bunları Varançov Taşkevçə sən verirsən, ver. Vermirsən, sat. Bu da deyir ki, mən pay zad vermirəm, mənim dada-baba torpaqlarımdır. Dur buradan rədd ol. Bu da deyir ki, dəli müsəlman. Görünürsən, deyir, könlündən sibir keçir. Donuz oğlu donuz sözü deyir ona. Götürür belənçinə tüfəngi vurmağı, o da qobra əl atır ki, vurursun məni, bu vurur onu öldürür. Ondan sonra bu qaçır çaya, amma məni gör hər tərəfdən, nə qədər adam öldürür bu. Vururlar məni. Bu, deməli, Moskvaya gedəndən sonra, Moskvada deyirlər mənə ki, bunu buradan çıxart. Bu da deyir, çıxartmıram. Yanır üstündə. Onlarla vuruşur. Qeydir, onda sən tarix boyu heç vaxtı film görməyəcəksən. Pis hədər. Biz söz veririk sənə ki, bu deyir, Tarkovski da şey eləyib də, rəfə qoyub da, qoyun rəfə. Deyir, Tarkovski ayrı, sən ayrı. Sənə deyir, qoymayacaq biz çəkməyə film. Onda bu məcbur olur. Mən ona gəlmə, niyə elədin belə? Deyir, görmürsən, mənə dedilər ki, bundan sonra onsuz da mən film az çəkirəm. Bunlar mənə deyir, tamam deyir, təcrid edicilər rejissorluqdan. Belə bir şərt qoydular qabağına. Ona görə. Deməli, mən bu Azərbaycan kino ensiklopediyasını hazırlayanda, özünü də hərdən gülməyi tutur. Deməli, qapı-qapı gezirdim. Kimsə gəlirdi, tərcümeyi halını verirdi mənə. Kiminsə mən gedirdim qapısına. Bir Varnovski, həmən Dəli Kürdə bir cavan uşaqdır, bu assistent idi. Özü də bu Pribaltikadandır. Atası o vaxt köçüb gəlib bura. Bu da o filmdə işləyib. Varnovskinin evində, deyirəm, Varnovski, bax görün nə kağız, neyim var, ver mənə də, həm də material toplayıram mən. Ümumiyyətlə, kimin evinə getdim, şəkildir, material toplayıram. Dedim, bax gör, daha neyim var da, tərcüme halını yazıb götürmüşəm. Birdən bu belə dedi. Məndə deyir, Dəli Kürün o son finalı var. Ki, yayınlar. Ən qiymətli. Dəli oldum. Dedim, sən Allah, nə qədər axtardı, evi tapa bilmədi. Fragmenti tapa bilmədi. Qeydə ki, o yoldaşım gəlsin, yoldaşım da acıq eləyib, gedib harasa, mı ilə vuruşurdu. Gələr sonra. Səhərsi gün zəng elədim evlərinə. Yoldaşına qeyddim ki, sənin yoldaşın belə bir şey var evdə, tapa bilmir. Bəs onu sən şeylə yinən. Bu da götürür, bunu verir başqa bir rejissora. O rejissor deyir, mən deyir, bir film çəkəcəyəm İsmail Şıxlı haqqında, bunu salacağım ora. Sonra çəkdi o filmi, heç bunu da salmadı, onu da vermədi.
Verməyəndən sonra mən danışdım film fondunun direktoru ilə. Pis vaxtlar idi özü də. Dedim ki, arvadına qayıtdım ki, pul verəcəyik sənə. Biz bunu görək, alaq qoyaq arxivə. Axırı gedib bir yolla ondan aldılar onu ki, sonra getirib sənə qaytaracağıq. Tez bunu apardıq kino studiyaya, onu çoxaltdıq ki, qalsın da iki eləyərək sonra. Ondan sonra da disklər o çıxdı və beləliklə də bu yayıldı hər yerə. Buna bax, sizə kim ixtiyar verib mənim qorğumda ağalıq eləyirsiniz? Bu nədir? Bu nökəri kim bağla salıb? Daha bu qoruqlar sənin deyil. Bəs kimindir? Böyük Knyaz Vorontsov Daskovun. Nə? Knyaza bax! Mən Knyaza tanımıram. Dur zibillərinə yığışdır, rədd ol buradan! Bura bax, dəli müsülman. Yoxsa ürəyindən Sibir keçir, ha? Davunuz oğlu! Alçaq! Məni vurursan, qudurğan köpəyim! Biz söhbətimizi davam etdirəcəyik. Bax, bu maraqlı faktlar siz bizə deyirsiniz. Amma maraqlı bir məqam da var ki, Hüseyn Seyidzadənin mənsub olduğu nəsil biraz əvvəl biz bu barədə danışdıq. Amma düşünürəm tamaşaçılara daha ətraflı məlumat verməliyik. Hüseyn Seyidzadənin bacısı Həqiqət xanım Şərqdə ilk ortoped travmatı olub. Şərqdə ilk ortoped travmatı olub. Xanım həkim olub, bu sahənin inkişafında xidmətləri olub. Digər bacısı Zəhra xanım isə mühəndis, ilk ali təhsilli xanımlardan olan mühəndis kimi fəaliyyət göstərib. Böyük qardaşı Həsən Seyidov Azərbaycan Mərkəzi Komitəsində kənd təsərrüfatı üzrə müavin olub. Bir qardaşı İbrahim Seyidov təyyarə mühəndisi olub. Sonra qardaş kimi sevdiyi əslində əmisi oğlu olan, amma qardaş deyib, çünki onun atası onu saxlayıb. Bağır Seyidzadə Azərbaycanın deməli İranda baş konsul olubdur. İkinci kinematografiya naziri olub. Yox. Birinci Rəsul Rza olub. Hə, ikinci dəfə. İkinci dəfə bu olub. Mədəniyyət nazirinin müavini olub, jurnalist olub, tarixçi olub, tərcüməçi olub, konsul olub. Yəni bu sahələrin hamısında o qədər böyük xidmətlər olub. Yəni bu nəslin hər biri haqqında bir veriliş çəkmək olar. Sadəcə bu gün biz Hüseyn Seyidsadəni yad ediriksə, onun əzizlərini xatırlamamaq günah olar. Demək, mənim elm rəhbərim Profesör Temur Əhmədov mənə bir telefon nömrəsi verdi. Dedi ki, git Həsən Seyidov adında bir nəfər var, onunla görüş. Getdim, görüşdüm, çox qəribə bir şey rast gəldim.